Ölkədə və dünyada baş verən ən son hadisələrdən xəbərdar olmaq üçün videonu bəyənib, kanala abunə olub, bizə dəstək ola bilərsiniz. İndi isə keçək xəbərə. Rusiyalı həkim feyxuadan hazırlanan mürəbbənin bəzi hallarda sağlamlıq üçün təhlükəli ola biləcəyini bildirir. Səyyar TV xəbər verir ki, gastroenteroloq Yevgeni Belousovun sözlərinə görə bu mürəbbə düzgün bişirildikdə və az miqdarda qəbul edildikdə faydalı ola bilər, lakin şəkərli diabet, hipertiroidizm və allergiyası olan şəxslər üçün zərərli təsir göstərə bilər. Mütəxəssis bildirib ki, şəkərin yüksək tərkibinə görə diabet xəstələrinin bu mürəbbədən imtina etməsi lazımdır. Hətta şəkər əvəzinə şirinləşdirici istifadə edildikdə belə feyxuandakı fruktoza qanda şəkərin səviyyəsini artıra bilər. Asan mənimsənilən karbohidratların çoxluğu isə orqanizmdə pi yığılmasına səbəb olur. Tərkibindəki yod miqdarına görə feyxua hipertiroidizmi olan insanlara da əks göstərişdir. Həkim həmçinin allergiya riskini və mədə turşuluğu yüksək olan qastrit və ya mədə yarası xəstələrində bu məhsulun selikli qişanı qıcıqlandıra biləcəyini xatırladıb. Belousov böyüklərə gündə ən çox 2 çay qaşığı, 3 yaşdan yuxarı uşaqlara isə yarım qaşıqdan artıq olmamaqla həftədə 2-3 dəfə feyxua mürəbbəsi yeməyi məsləhət görüb. Onun sözlərinə görə bu mürəbbənin müsbət tərəfləri də var. Tərkibindəki lif və pektin bağırsaq hərəkətini stimullaşdırır və toksinlərin xaric olunmasına kömək edir. Bişirildikdən sonra belə mürəbbədə qalan flavonoidlər orqanizmdə oksidləşmə stressini və iltihabı azaldır. Feyxua mürəbbəsi yod mənbəyidir. Bu da yod çatışmazlığı olan bölgələrdə yaşayanlar üçün faydalıdır. Vitamin C və bitki mənşəli maddələr immun sistemini gücləndirir. Həkim qeyd edib ki, şəkərin miqdarı məntiqli saxlanıldıqda feyxua mürəbbəsi sənaye üsulu ilə hazırlanmış desertlərə nisbətən daha sağlam seçimdir.